Xərçəngdən sonra hamilə qalmaq mümkündürmü Vüsalə xanım? Bəli, xərçəngdən sonra hamilə qalmaq mümkündür, amma bunun üçün bir çox parametrləri var və hətta bizim ölkədə təəssüf ki olmasa da, dünyada bir çox inkişaf etmiş ölkələrdə onkofertillik mərkəzləri var. Onkofertillik dedikdə övlad, yəni onkoloji xəstələrin övlad sahibi ola bilmək xüsusiyyəti nəzərdə tutulur. Niyə bugün onkofertillik çox mühümdür? Niyə bugün çox aktualdır? Birinci, onu vurğulamaq istəyirəm ki, hal-hazırda onkoloji xəstəliklərin müalicəsində olan yeniliklər, daha aqressiv cərrahi və dərman müalicələrinin istifadəsi bizim gənc xəstələrdə, xüsusilə reproduktiv dövrdə olan xəstələrdə sağ qalım, yəni sağalma ehtimalını artırır. Biz çox təəssüf ki, xəstəlik olanda ilk öncə onkoloji xəstəliyin müalicəsi, yəni bu problemləri o qədər düşünürük ki, bəli, əsas bizim üçün bəli, olur. Əsas sağalma dövründən sonraki həyatı ikinci plana atırıq. Bu problemin bir səbəbidir. Yəni kökündə bu da var. Kökündə bu da var və indiki müasir müalicələrlə sağalan kifayət qədər xəstələrimiz var və bu məsələni aktuallaşdırır. İkinci bir məsələ nədən ibarətdir? Xərçəngin cavanlaşması. Yəni artıq biz gənc xəstələrdə də tez-tez onkoloji xəstəliklərlə rastlaşırıq və bu da bizə bu mövzuya daha dərindən araşdırmaq və bu mövzunun da aktuallaşmasını çıxardır. Üçüncü bir mövzu xəstənin doğumun gecikməsidir. Nəyi nəzərdə tuturam? Hal-hazırda xüsusilə inkişaf etmiş ölkələrdə qadınlar artıq 30 yaş üzəri doğuşlar eləyirlər. Yəni doğuşlar əvvəllər daha erkən yaşlarda olurdusa, artıq qadınlarımız daha gec doğuşlar eləyirlər. Və təbii ki, doğumun gec olması da o yaşlarda xərçəng ehtimalının daha yüksək olması səbəbindən bu problemi bir daha qabarıq eləyir. 29% qadın bu, yəni övlad sahibi olmaq üçün hətta onkoloji müalicələrdən imtina etmişdir. Ən mühüm məqam nədir? 50%-ə qədər xəstələr ümumiyyətcə onkofertillik, yəni övlad sahibi olma şansı barədə heç ətraflı bilgili olmayıblar, yəni maariflənməyiblər zamanında. Mən bunu nəzərə alaraq, məsəl üçün xəstələrimizə, xüsusilə reproduktiv yaşda fərqi yoxdur, kişi yaxud da ki, qadın, əgər onkoloji problemlə üzləşirsinizsə, mütləq şəkildə əgər övlad sahibi olmaq kimi bir istəyiniz varsa, bunu həkiminizlə danışın.